machine learning, deep learning, süni intellekti necə öyrənməyini praktiki şəkildə riyazi amillərindən tutmuş alqoritmik amillərinəcən tam sıfırdan yol xəritəsindən sizə öyrədəcəm. Daha dəqiq olsam, neyron şəbəkələrin sıfırdan qurulması, Kaggle-da real dünyavi layihələrin üzərində işləyib yaxşı nəticə alınması, computer vision, image processing, təkamül və genetik alqoritmlərini istifadə edərək bəzi oyunların oynamasının avtomatlaşdırılması və yekunda isə böyük dil modelimizi BART kimi, GPT kimi sıfırdan tətbiqi riyaziyyat tərəfindən tutmuş alqoritmlərinəcən necə qura bilərik, bunu bu növbəti gələn seriyalarımda tam göstərəcəm. Ona görə də mənimlə qalın. İnsanların çoxu süni intellekt, machine learning-ə öyrənməyə başlamamışdan qabaq artıq uduzurlar. Ona görə yox ki, onlar kifayət qədər ağıllı deyillər. Ona görə ki, onlara lazım olan əsas 3 şərtləri qaçırırlar. Süni intellekt əsas 3 sütun üzərində qurulub. Riyaziyyat, statistika və proqramlaşdırma. Bu sütunlardan hər hansısa biri zəif olsa, bunun üzərində qurulan növbəti praktikalar və biliklər artıq çökəcək.